Nə bişirim deyə düşünürsənsə, sona qədər izləməlisən. Bu yeməyi hazırlamayan çox şey itirər. Ət, kartof, pendir. Bu üçlüklə hazırlanan yemək necə dadsız ola bilər? Mal əti, soğan və çörək dilimlərini çəkib alınan qiyməyə duz, istiot, sarıkök vurub kiçik küftələr hazırlayıram. Kartofu doğrayıb su əlavə edib ocağın üstündə yumşalana qədər bişirirəm. Tavada yağ yaxşı qızanda küftələri əlavə edib qızardıram. Belə olanda küftələrin içi sulu qalır. Qızaran küftələri yayda hazırladığımız doğranmış pomidor da qatıb biraz da belə bişirirəm. Püre yumşaq olmalıdır, çünki bu yeməyin bütün sirri qat-qat olmağındadır. Kartofa kərə yağı, qaymaq, duz qatıb yaxşıca əzirəm. Püre qatının üzərinə küftələri yığıram və üstünə bol Holland pendiri. Burada qənaət etmək olmaz. Üzəri qızarana kimi sobada bişirirəm. Soba dadları bir-birini elə gözəl qarışdırır ki, bu yeməyi daha da dadlı edən istifadə etdiyim yerli süd məhsullarıdır. Yeməyə ayrıca bir ləzzət qatdılar. Mən razı qaldım. Sizlərə də tövsiyə edirəm. Açıqlamada səhifəni qeyd edəcəm. İnanın, yeməyin dadı görüntüsündən də əladır. Resepti saxlamağınız məsləhətdir.